Doktor, otoplastika hansı metodla olmalıdır ki, daha qalıcı olsun? Əvvəlcə demək istəyirəm ki, otoplastika əməliyyatı ümumiyyətcə sosial bir əməliyyat sayıla bilər. Yəni qulağın önə doğru olması, yəni buna biz Azərbaycanca şərpə qulaqlıq deyirik, türkcə buna kəpçə qulaqlıq deyilir və yaxud qulağın özünün böyüklük, ölçücə böyük olması, məsələn, deyək ki, o sırğalıq hissənin kimlərdəsə genetik olaraq ətliliyi, yəni böyük olması və qulağın özünün həcmcə böyük olması bir çox insanlarda kompleks yaradır. Xüsusən də məktəb dövrü, məktəbli yaşlarında belə uşaqlar öz yaşıdlarından çəkingən olurlar. Çünki bəzən onları məsxərəyə qoyurlar. Yəni qulağın biraz böyükdür deyirlər, önədir deyirlər və belə insanlar şəkil çəkdirməkdən həmişə yayğın olurlar və yaxud yanaşı dururlar həmişə belə hallarda. Məsələn, xanımlarda daha çox qulaqlarını saçın altında gizlətmək kimi bir məşğuliyyət olur hər zaman. Eyni zamanda kişilərdə də bu bir sosial bir problem olur. Yəni eşitməyə heç bir dəxli olmayan, sadəcə genetik faktorların və yaxud da bəzən deyirlər o nənələrimizin o düzgün bələmədiyi hallarda, uşaqlarda önə doğru olma yetişkənliyi olur. Amma bu dediyim hal nisbi haldır, yəni elmi təsdiqi də yoxdur. Bu əməliyyatın icrası üçün bizə yerli keyitmə ilə və narkozla icra edilməsi metodları vardır. Bunlar 45 dəqiqədən 1 saat yarıma qədər davam edən bir əməliyyat sayılır və ümumiyyətcə 99% hallarda bunu biz yerli keyitmə ilə icra etmiş oluruq. Bizə çox müraciət edənlər olur, halbuki başqa yerlərdə illər öncə əməliyyat olunmuş pasiyentlər olur. Onlara ya düzgün icra olunmazlıqdan dolayı və yaxud da yetərincə o əməliyyatın taktikası axıra kimi icra olunmadığına görə bəzisi var deyir ki, mənim qulağım əməliyyatdan 2 ay, 3 ay sonra yenə də qayıtdı həmin vəziyyətə çatdı. İlk öncə əməliyyatın taktikasına fikir verməliyik. Çünki orada bir qatlama üsulu daha çox istifadə olunur. Bir də qığırdağın kəsilib çıxarılması üsulu. Biz onların hər ikisindən istifadə edirik və qulağı pozisyon olaraq hansı dərəcədə istəyirlərsə o dərəcəyə uyğunlaşdırırıq və hətta yerli keyitmələrdə biz pasiyentin özlərinə güzgü vasitəsilə göstəririk ki, bax sən qulağın belə bir formadadır. Razısanmı? Bəli deyirlər. Onda da əməliyyatı qapatmış oluruq.